Sentyabrın 26-sında Qusar şəhərində 27 sentyabr Anım gününün 5-ci il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir bu il Qusarın Heydər Əliyev prospektində yaradılan şəhidlərin xatirə güşəsinin önündə baş tutub. Mərasimdə Qusar rayon icra hakimiyyətinin başçısı Sarı Məmmədxanov, rayonun hüquq mühafizə orqanlarının rəhbər şəxsləri və idarə müəssisə təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri də iştirak ediblər. Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Allah rəhmət eləsin. Allah bütün şəhidlər rəhmət eləsin. Qəbirlərini nurlu olsun. Qazilərimizə şəfa versin. Anaları bir də gözü yaşlı olmasın analar. Allah səbir versin bütün analara. Dözüm versin ki, bala dərdini çəkək. Təkcə dözüm istəyirik. Bir də can sağlığı. Tədbirdə çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Sarı Məmmədxanov mərasim iştirakçılarını salamlayaraq Anım gününün Azərbaycan xalqı üçün dərin mənəvi məna daşıdığını vurğulayıb. Vətən uğrunda canlarını fəda edən qəhrəman şəhidlərimizin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların igidliyinin gələcək nəsillər üçün əbədi örnək olduğunu qeyd edib. Cənab Prezidentin əhaliyə çağırışından sonra gəlin, vətən xilas etmək üçün çağırışa gəlin. Hərbi çağırış yerlərinə gəlin və s. və bir gecədə bir çağırışa Azərbaycan ayağa qalxdı. Azərbaycançılığın göstərdi. Gənclərimizin meydana çıxan, hərbi çağırış məntəqələrini iynə atsın yerə düşməyən bir vəziyyətə gətirən balalar oldu. Balalarımızın öz başına gəlməsinin və ya tək başına gəlməsinin səbəbkarı yaşadığımız cəmiyyətlə yanaşı siz oldunuz, valideynlər oldu. O evlərdə, o ocaqlarda, o yerlərdə, o yurtlarda ki, gənci formalaşdırmaq, onu hər zaman torpaqların azad edilməsi istiqamətində cəmləşdirmək hər dövlətin valideyninə xas olan bir hal deyil. İcra başçısı 44 günlük vətən müharibəsində Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm zəfərin xalqımızın milli birliyi, ordumuzun, hərbiçilərimizin əzmkarlığı və şəhidlərimizin müqəddəs qanı bahasına əldə olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri şəhidlərin xatirə güşəsinin yaradılmasında əmək olan iş adamı Natiq Əliyevə də göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Daha sonra çıxış edən milli qəhrəman Çingiz Qurbanovun, şəhid Sənan Zamanovun və şəhid Vüsal Orucovun valideynləri övladlarının şərəfli həyat və döyüş yolundan danışaraq onların qəhrəmanlıqlarının gələcək nəsillər üçün nümunə olduğunu vurğulayıblar. Biz valideynlər üçün övladımızın qoyduğu iz bundan böyük miras ola bilməz. Mən bugün burada şəhid valideynləri adından Cənab Ali Başkomandan İlham Əliyevə xüsusi təşəkkürümü bildirirəm. Onun qətiyyəti, iradəsi, güclü dövlətçiliyi sayəsində dövlətimizin torpaqları işğaldan azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. Burada duran şəhid ailələrini, burada duran qazilərin qarşısında baş əyirəm. O qanlı qudalı günlərdə mənim oğlum da döyüşlərə getdi, öz taburu ilə Suqovuşan istiqamətində hərəkət elədi və orada da qəhrəmancasına şəhid oldu. Mən bu 15 gün bundan qabaq Suqovuşanda, Ağdərədə, Talış kənddə idim. Öz gözlərimlə oraları gördüm və bəli, ağır idi oraları görmək. Oraya göz yaşsız baxmaq olmur. Çünki orada 760 şəhidimiz var. 6 polkovnik, 8 podpolkovnik, 12 mayor, yüzlərlə kapitan və baş leytenant. Orada ürək ağrısız ora baxmaq, oranı yad eləmək mümkün olmur. Döyüş sahələrinə gedə bilmədim, çünki oralar hələ minadan təmizlənməmişdi. Cənab Prezident, Cənab Ali Başkomandan 30 ildir ki, bu əmri vermirdi, çünki müharibə istəmirdi, bu qanı istəmirdi, bu uşaqların şikəst olmasını, ailələrin balasız qalmasını istəmirdi. Ancaq bu qəsbkarlar bununla razılaşmadılar bizimlə. Prezidentimizin, Ali Başkomandanın səbri tükəndi. Ancaq o bu vaxtacan da sakit oturmamışdı. Yaxşı ordu qurmuşdu, yaxşı ordunu silahlandırmışdı. Ordunun büdcəsi bəzi ölkələrin büdcəsindən də böyük idi. Və bizim uşaqlarımız, həqiqət edirəm, oraya gedib görənlər bilirlər. Orada çox relyefi, çox pisdir, orada vuruşmaq çox çətindir. Mən orada fikirləşdim ki, orada bir saat vuruşan əskər o qəhrəmandır.
O qələbəni görməyən əsgər 1 saat orada olmaq, o döyüş vaxtı, o da böyük bir qəhrəmanlıqdır. Valideynlər qeyd ediblər ki, övladlarının ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı idi və bugün həmin arzuların gerçəkləşməsinin qürurunu yaşayırlar. Bir şəhid anası kimi onu deyə bilərəm ki, ilk öncə vətən sağ olsun. Bu bizim hər an, hər zaman söylədiyimiz qürurlu kəlməmizdir. Düzdür, biz şəhid anaları bugün hüzünlü və kədərliyik. Lakin hüzünlü və kədərli olduğumuz qədəri də qürurluyuq. Çünki bizim övladlarımız vətənimizin, torpağımızın yolunda canından keçiblər. Onlar bir an belə tərəddüd etmədən ölümün gözünə dik baxaraq irəli atılıblar. Vətən müharibəsi qazisi İlkin Abuyev isə çıxışında müharibənin çətin və şərəfli günlərini xatırlayaraq Azərbaycan ordusunun göstərdiyi şücaət və qəhrəmanlığın xalqımızın qürur mənbəyi və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsi üçün ən müqəddəs örnək olduğunu qeyd edib. Döyüşlər şəhidsiz olmur. Minlərlə şəhidimiz oldu. Allah hər birinə rəhmət eləsin. Yəni görmüşəm gözümün qabağında o səhnələr, o silə canlanır. Əziyyətimiz, ballarımızın əziyyəti danılmazdı. Bunlar çoxdur. O kan tökülmə, insan bir barmağını itirəndə onun acısını yaşayırıq. Şəxsən burada qardaşlar var. Biri başın yarısı yoxdur, sözün həqiqi mənasında başın yarısında nə bilim əməliyyat olunub, təzdən qoyublar. Bir qolu yoxdur, bir ayağı yoxdur. Bunlar yəni zarafat deyil. Bunu dərk eləmək rahat deyil. Allah hər birinizə səbir versin. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bütün Azərbaycan uğrunda gedən döyüşlərdə 15 bindən yuxarı Azərbaycan vətəndaşı şəhid olub. O cümlədən Qusar rayonunda 114 nəfər şəhid statusundadır. Onlardan 104 nəfəri bütün Azərbaycan uğrunda gedən döyüşlərdə, döyüş sektorunda qəhrəmancasına ilə qalan insanlardır. 251 nəfər Qusarlı bu ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır, bədən xəsarətləri almışdır. Sonda şəhidlərin ruhuna dualar oxunub, xatirə güşəsinə gül dəstələri qoyularaq onların əziz xatirəsi ehtiramla yad edilib. Vətən üçün canından keçən, qanı tökən, 30 illik həsrətində olan Qarabağ torpaqlarını azad eləyən bütün şəhid oğullarımıza Allah rəhmət eləsin, qəbirləri nurla dolsun. Gözü yaşlı, qəlbi dərdlə dolu bütün şəhid analarına, atalarına, arzuları yarım qalmış şəhid yarlarına, şəhid bacılarına, hamısına Allah'tan səbir diləyirəm. Çox sağ olun. Allah hamınızdan razı olsun. Tədbir şəhidlərin xatirəsinə açılan ehsan süfrəsi ilə davam etdirilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Feyruz Qayıtmazov, F Production, Qusar.